Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşam 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Havanın minimal temperaturunun yanvarın 19-undan 20-sinə keçən gecə 0 dərəcəyə yaxın, 21-22 gecə saatlarında isə 0-0-3 dərəcə şaxta olacağı gözlənilir. Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar qısa müddətli çovğun olacağı ehtimal olunur. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin yanvarın 21-i gündüzədək davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntı intensiv və güclü olacağı ehtimalı var. Havanın minimal temperaturunun dağətəyi rayonlarda 6 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7-12 dərəcə, yüksək dağlıq ərazilərdə isə 18-23 dərəcə şaxta olacağı gözlənilir. Ölkə ərazisində xüsusən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq deyə məlumatda qeyd edilir.